Bax, burada bir səninlə məsələ var. Məsəl üçün, hətta limit 6+5 olanda da, 7+4 olanda da limit. Məsəl üçün, hamı deyirdi ki, niyə yerli futbolçu çıxmır, niyə yerli futbolçunu oynatmırlar, niyə yerli futbolçunu oynatmırlar, niyə yerli futbolçunu oynatmırlar. Bax, burada ən önəmli məsələlərdən biri nədir? Elə bil ki, birincisi, yerli futbolçunu oynatmaq üçün, yerli futbolçu, gənc futbolçudur da, elə bu gəncdir deyə bu oynamamalıdır. Gərək o özünü orada oynaya biləcək səviyyəyə gətirib çıxarda bilsin. Ki, məşqçi də bunda perspektiv görsün. Düz deyib, bəzən, bax, elə uşaqlar olub ki, məsələn, mən çox görmüşəm. Bu adamın götür, bıraq meydana, çıxsın, oynasın. Amma məşqçi tərəfdən o inam olmayıb ki, bu oynaya bilər. Bu birinci məsələ. Bax, sənə bir dənə çox heç kimin deyə bilmədiyi bir söz deyim. Azərbaycan futbol yağlığından danışırıq. Düzdür, ora gedirik, bura gəlirik. Amma əsas... Olsun, əslində elə bizim verilişin formatı da ondan ibarət. Bax, xanımlar, tutalım ki, sən gənc bir futbolçusan, düzdür? Və o sənin olduğun akademiyada fərqi yoxdur. Neftçi, Qarabağ, Qəbələ, nə bilim, Sabah və digər. Heç bir fərqi yoxdur. Sən, tutalım ki, 12-13 yaşından əl üstündə tutulursan, gənc olaraq və gedirsən artıq yavaş-yavaş milli komandalara U15, U16, U17, U19 və hər kəs sənin ətrafında pərvanə kimi fırlanır. Sən gələcəyin Azərbaycan futbolunun ulduzu kimi hesab olunursan. Və bütün o 8-10 ildir o psixologiyada böyürsən. Düzdür? Deməli, bir gün sənə zəng gəlir. Sənə zəng gəlir, deyirlər ki, tutalım ki, bugün əsas komandada məşqə çıxacaqsan. Və yaxud da təlim məşq toplanışına gedirsən, əsas komandada. Amma sən niyə gedirsən? Çünki say çatsın deyə. Sənin əsas komandanın nə məşqçisinin səndən xəbəri var, nə tutalım ki, idman direktorunun səndən xəbəri var. Sən ümumiyyətlə hansı potensialda bir futbolçusan, heç kim səni tanımır. Sadəcə ki, səni çağırırlar ki, tutalım ki, 2 tərəfli oyun var, 22 nəfər düzəlsin. Ya da ki, təlim məşq toplanışına gedirsən, görüntü xatirinə. Məsələn, mən o qədər belə uşaqlar görmüşəm ki, tutalım ki, adam dayaq yarı müdafiəçisidir. Dayaq yarı müdafiəçisidir. Adamın çox gözəl, tutalım ki, oyun quruluşu var, oyun qura bilir, meydan görə bilir, top paylaya bilir. Məsəl üçün deyəndə, bu cürlə keyfiyyətləri var uşağın. 17-16 yaşı var da, məsəl üçün deyək. Əqədək, bu adam gəlir əsas komandaya yer doldurmaq üçün. Bunu atırlar ya sağ müdafiəsi, ya hansısa bir dəxilsiz mövqeyə sadəcə o oyun düzəlsin, məşq düzəlsin. Və ilk top itkisində o yaşlı futbolçular başlayırlar buna qışqırmağa. İnandırım səni, o uşağın orada bir dənə məqsəd olur ki, tez topu əlimdən çıxardım, heç kim mənə bir söz deməsin. O yüz istəyirəm, indi bunun Azərbaycan nə deyirlər onu bilmirəm. Lijbi, Ruslan bəs Lijbi, məndən xəta uzaq olsun ki, heç kim mənə qışqırmasın. İndi təsəvvür elə, son 10 ili əl üstündə saxlanılan bir uşaq gəlir elə bir atmosferə düşür ki, onun gəldiyi yerlə buradakı atmosferin arasında dağlar var. İndi bu uşaq necə inkişaf edə bilər? Bəs söhbət ondan gedir ki, məsəl üçün deyirik, xaricdə futbolçular belə yetişir. Qardaş, xaricdə 15-də oynayan uşağın belə o əsas komandaya dəvət olunanda hansı perspektivlə dəvət artıq onun yeri hazırdır əsas komandada. İndi sən plan. İndi mən bir sən nə qədər belə uşaq görmüşəm, biri özümdən deyim.
Bir dəfə Neftçidə o milli komanda fasiləsi idi. Deməli Bakı ilə yoldaşlıq görüşü var idi. Tofiq Bəhrimovun Respublika stadionunda yenə yer çatmırdı. Yer çatmırdı. Məndən bir nəfəri çağırdılar. Ki yer çatmırdı, siz də lazım olur, siz də oynayasınız. Əvəz edici heyətdən. Sən təsəvvür et, ikinci time bizi buraxdılar meydana. Elə oynadıq ki, yəni çox yaxşı oynadıq da o oyunu. Oyun qutardı, gəldik, soyunub geyinmə otağına. Oradan bir nəfər qayıtdı ki, birinci gün məşqdə saat 10-da bez maladi. Yəni bizdən başqa hamı əsas elə birinci gün məşqə gələcək də. Qardaş, onda mən niyə çağırmısan da bura? Yəni mən də uşağam, gəncəm, fikirləşirəm ki, oyun bitdi, əla oynamışam, mənim əsas komandada bəlkə də şansım yaranacaq. Öyle sənə tər deyir. Elə bil ki, yəni belə də olmalı. Bir sən yenə deyirəm, bunlar çox incə məqamlar olsa da, önəmli məqamlardır.